Şagirdlər Güvən sınaq 8, 9-cu sinif buraxılış sualları ilə suallarımızı işləməyə başlayırıq. ABCD düzbucaqlısında C-yi tən böləndir. Tən bölən nə deməkdir? Bucağı yarıya böləcək. Yəni bucağımız neçə ayrılacaq? 45-45 bölünəcək. İndi bizə deyir ki, C-yi tən böləndir. Yəni bucaq 45-45 bölünəcək və daha sonra bizə deyir ki, AB 5-dir. Deməli bu hissədə 5-dir. O zaman D bucağı 90-dırsa DY də 5 olacaq. Bizə deyir ki, YD-dən AY-ni çıxdıqda 1 alınır. Bura biz x desək, deməli 5-dən x-i çıxdıqda 1 alınırsa, x nəyə bərabərdir? 4-ə bərabərdir. O zaman BC-nin uzunluğu nə olacaq? 9 olacaq. Amma bizdən AY-nin uzunluğunu istəyir elə. Cavab olacaq B variantı. Koordinat başlanğıcına nəzərən -1, 4 nöqtəsinə simmetrik olan nöqtəni istəyir. Koordinat başlanğıcına nəzərən deyirsə, hər ikisinin işarəsi dəyişəcək. Yəni -1 -1 olacaq, 4 -4 olacaq. Bu da D variantında var. 59-cu sualda koordinat oxları -2, 0, 3, 0, 0, 6 nöqtələrində kəsən parabolanın tənliyi aşağıdakılardan hansıdır? Yəni x-in yerinə -2 verdikdə cavab 0 alınmalıdır. 3 verdikdə 0 alınmalıdır. 0 verəndə də 6 olmalıdır. Gəlin öncə 0 verib 6 alacağımıza baxaq. Burada C variantında -6 alırıq. D variantında -6 alırıq. Qalanlarında ama 0 verəndə 6 alırıq. İndi 3 verəndə 0 almalıyıq. Baxaq A variantına. -3-ün kvadratı eləyir 9. Üstə gəl 3, üstə gəl 6. Bu da eləyir bəli 0. Bu ödəndi. İndi baxaq -2 verəndə də 0 alınırmı? -2-nin kvadratı 4 eləyir. Çıxılsın 2, üstə gəlsin 6. Bəli, bu da 0 eləyir. Deməli A variantı uyğundur. Digər variantlarda məsəl üçün B variantına baxaq. 3-ü qoyaq birinci. 2 vurulsun 3-ün kvadratı 9, çıxılsın 3, üstə gəl 6. Xeyr, bu 0 eləmir. Y variantında da -3-ün kvadratı 9, 2 vurulsun 3, 6, üstə gəlsin 6. Bu da 0 eləmir. Deməli variant olacaq A. Keçirik 60-cı suala. Usta 54 detal hazırlamışdır. Diaqrama əsasən şagirdin neçə detal hazırladığını tapın. Usta işin 3-də 2-sini görür. Deməli 3-də 2-si 54 detaldırsa, bəs 3-də 1-i neçə olacaq? Buradan da çarpaz vursaq, yəni 3-ləri ümumiyyətlə ixtisar eləyib, deyərik ki, 2-yə 54-dürsə, 1-ə x-dir. Buradan x də bərabər olacaq 54-ün yarısına, yəni 27-yə A variantı. Düzbucaqlı koordinat sistemində A nöqtəsinin absisi 9 vahid artırıb, ordinatını 12 vahid azaltsaq, yəni B nöqtəsini alarıq. AB məsafəsini tapın. Baxın, düzbucaqlı koordinat sistemini çəksək. Mənə deyir ki, A nöqtəsi bilmirəm, hardasa bir yerdədir. Məsəl üçün, A buradadır. Burada deyək ki, x-dir, burada y-dir. X, y-dadır. İndi deyir ki, absisini 9 vahid artırsaq, yəni x-in üstünə 9 gəlsək, ordinatını 12 vahid azaltsaq, yəni y-dən 12-ni çıxsaq, B nöqtəsini alacağıq. AB məsafəsini istəyir. İki nöqtə arasındakı məsafə necə tapılırdı? Kök altında x plus 9 çıxılsın x, üstə gəlsin y minus 12 üstə çıx y. Yəni bir-birinin koordinatlarını çıxırıq. Bu da bizə verəcək neçəni? Kök altında x-lar gedəcək, y-lar gedəcək, qalacaq 9-un kvadratı üstə gəl, -12-in kvadratı. Bu da eləyəcək 225, yəni 15-in kvadratı. Yəni ümumiyyətlə 9, 12-dirsə, digərdə 15 olacaq Pifaqor teoremindən. Cavab olacaq D variantı. Aşağıdakı nöqtələrdən hansı düzbucaqlı koordinat sisteminə 4-cü rübdə? 4-cü rüb nədir? 4-cü rüb x-in müsbət, y-in mənfi olduğudur. Yəni x müsbət olacaq, y isə mənfi. Baxırıq, bu D variantı, A variantı gedir, B variantı gedir, geriyə qalır C variantı. Y variantında da ümumiyyətlə x ox üzərindədir. Cavab olur C. ABCD düzbucaqlı trapesiyasında AD 16-dır. CD 15-dir. Trapesiyanın sahəsini istəyir. Baxın, burada bir dənə xətt endirsək. Bura 7 isə aşağıda 7 olur. 16-dan 7 çıxanda 9 qalır. 15, 9 bayaq yuxarıda tapdıqda deməli digər koordinat sistemi 12 olacaq. Və salam, bizdən sahə. Sahə necə tapılırdı? Orta xətt, yəni 16 üstə gəl 7 bölünsün 2, vurulsun 12. Burada 16-nın üstünə 7 gələndə eləyəcək 23, 23-ü 2-yə vurub bölüb 12-yə vurmalıyıq. 12 ilə də bu gedib 6 qalacaq, yəni 23 vurulsun 6-nı bizdən istəyir. 23-ü 6-ya vuranda da qalacaq 138 B variantı. Çoxhədlinin dərəcəsini istəyir.
Baxırıq A variantına, daha doğrusu birinciyə. 3 ilə 2 dərəcə 5-dir. 1 ilə 1 dərəcə 2-dir. 4 dərəcə 4-dür. Burada da dərəcə ümumiyyətlə yoxdur. Çoxədlin dərəcəsi ən böyük olan hansıdırsa o götürülür, yəni olacaq 64. 65-ci sualda deyir ki, əkub 10A 2A-dır. Əbub 10A-nı tapın. Birincisi, əkub nədir? Hər ikisində çox olanda. Yəni, hər ikisinin tərkibində 2A var. O zaman onun mən tərkib hissələrini ayırsam, onun tərkib hissəsi 2 vurulsun 5-dir. A-nın tərkib hissəsini bilmirəm. Deməli, hər ikisində ortaq 2 var. A-nın da içində o zaman 2 olmuş olacaq. Və yaxud da olmaya da bilər. Burada belə deyək də, əkub nədir? Ən böyük olan götürürük də. Məsəl üçün 2 varsa, deməli 2 məsəl üçün buradan götürüblər. Bir də A-nı götürüblər. A o zaman 5 ola bilər. Onda 15. Əbobumuz 10 ilə 5-in əbobu neçə olacaq? 5 olacaq. C variantı. Ədədlərin sırasında ən böyük fərqi istəyir. Ən böyük fərq nədir? Balacadan böyüyə yazırıq. 3, 5, 7, 9, soram 14, 15, 16 və 19, 24. Hamısını yazdıq yəqin ki, 3-ü, 7-ni, 5-i, 9-u, 14-ü, 15-i, 16-nı, 19-u, 24-ü. Aha, ən böyük fərq, ən böyükdən ən balacanı çıxmaqdır. Bu da verəcək 21. ABCD nöqtələri diametri CD olan o mərkəzli çevrə üzərindədir. A-dan B-yə kimi paralellik var, C-dən D-yə. O zaman paraleldirsə AC qövsü BD qövsünə bərabərdir. Bunu unutmayın. Və B bucağı C bucağından eyni olacaq. İndi mənə deyir ki, bucaq CDY bucaq ABC'nin 2 mislidir. Yəni, bura x-dırsa, bura 2x-dır. Daha sonra, o zaman qövs olaraq adlandıraram. DY qövsü, DY qövsü. DY qövsü 70'dir. Baxın, dedik ki, bura D qövsü 2x-dırsa, o zaman CY qövsü olacaq 4x. Sonra B bucağı x-dırsa, AC olacaq 2x. C bucağı şeydirsə, nədir onun adı? B bucağından eynidir də. Çünki AB tərəfi CY-yə paraleldir. Burada iki belə deyək də, paralel düz xətt üçüncü ilə kəsişən zaman daxili çarpaz bucaqları yaranır axı. Deməli, burada 2x olacaq. Bizdən AB-nin qövsünü istəyir. Yəni, buranı istəyir. Məsələn, M istəyir. Öncəliklə, C-dən D-yə kimi yarım çevrə olduğu üçün deyirik 4x üstə gəl 70 bərabərdir 180-ə. 4x bərabərdir 110-a, x də bərabərdir 110 bölünsün 4-ə. Yəni, belə deyə bilərik, lab 2x, ümumiyyətlə 4x-i belə saxlayaq. Çünki bizdən digər tərəfi istəyir axı. Digər tərəf. Deməli, buradan biz digər tərəfdə axı yarım çevrədir. Yarım çevrədə nə var? 2x, m və 2x. Cəmi nə edir? 4x üstə gəlsin m. Bərabərdir 180 olmalıdır bu da. 4x-i tapdıq 110. 110 üzərinə neçə gəlsəm 180 eləyər. M də bərabər olacaq 70-ə. D variantı. Keçirik növbəti suala. Deyir ki, hesablamadır və mənə nə verib? Verib ki, 1/2-də 1 toplayarıq. Deməli, 1/2-də 1 nə eləyir? 2-də 3. Üstünə də 1 gəldikdə, yəni 2-də 2-nin gəlsə eləyəcək 2-də 5. Bu bizim sürətimiz. Sürəti aldıq 2-də 5. Keçirik məxrəcə. Bölünsün 3. Deməli, bölünsün 3 qalsın. Burada yəqin ki, bölməyə oxşuyur. Bir dənə. Aha, bölmədir. 1/3-də 2-yə bölüblər. Deməli, nə aldıq? 2-də 3, 2-də 5, bölünsün 3, bölünsün 3-də 5. Bu da tərsinə çevriləcək. 3-də 2-də 5 vurulsun 5-də 3. 3-lər ixtisar gedir, 5-lər də ixtisar gedir. Geridə qalır 2-də 1. A variantı. Keçirik 69-cu suala. 1 kiloqram 24 manat olan kərə yağının 350 qramı neçə manatdır? 1 kiloqram neçə qramdır? 1000 qram. 1000 qramı 24 manattırsa, o zaman rəngi dəyişək. 24 manatdırsa, o zaman 350 qram neçə manat olacaq? Buradan nə edərik? 1000x bərabərdir 24 vur 350. X də buradan bərabərdir. 24-ü 350-yə vurub böləcəyik 1000-ə. 24-ü 350-yə vuranda eləyir 8400. Bunu da 1000-ə böldükdə 3 dənə 0 gedəcək. Qalacaq 8,4 C variantı.
70-ci sualda ABC bərabər tərəfli üçbucaqdır deyir. Bərabər tərəfli üçbucaqsa bütün bucaqları 60 dərəcədir. Sonra CY ABC-yə perpendikulyardır. A-dan D-yə kimi məsafə 4-dür. O zaman D-dən C-yə kimi də məsafə 4-dür. Daha sonra BY 6-dır. 4, 4, 8 eləyirsə YC 2 olacaq. Bütün tərəf 8-dir çünki. Bizdən YC-ni istəyir. 2. Yəni bu qədər rahat. İfadəsinin qiymətini deyir hesablayın. İfadənin qiymətini tapmaq üçün nə edəcəyik? Birincisi, baxıram kök adlı ifadələrdir, elə deyilmi? Və vurmadır aralarında. 2-2 qruplaşdırmaq olar. Məsələn, ikisini birindən qruplaşdırmaq olar. Deyək ki, bax, bu ifadəyə biz A deyək, bu ifadəyə B. O zaman bura A olacaq, bura B. Nə verib bizə? A üstəgəl B, A çıx B. Vuranda necə olur? A kvadratı çıxılsın B kvadratı kimi. Yəni nə? Kökdə 2 üstəgəl kökdə 3-ün kvadratı çıx kökdə 5-in kvadratını verir bu bizə. Burada nə olacaq? Birincinin kvadratı üstəgəndə kökdə 2-nin kvadratı 2. Üstəgəl 2 vurulsun kökdə 3 vur kökdə 2. Üstəgəlinsin kökdə 3-ün kvadratı. Çıxılsın kökdə 5-in kvadratı. Burada da 2 ilə 3-ün cəmi 5. 5-i çıxdıqda 0. Geridə qalır 2 kökdə 6 B variantı. Bir işi Vasif, Murad, Ceyhun birlikdə 6 günə görürlər. Eyni işi Vasif, Murad birlikdə 12 günə bitirərsə, Ceyhun tək başına neçə günə bitirər? Deyək ki, bir işi Vasif V-də 1, Murad M-də 1, Ceyhun da C-də 1, bərabər 6 günə görürlər. İndi Vasiflə Murad birlikdə 12 günə görürlərsə, yəni V-də 1 üstəgəlsin, M-də 1 bərabərdir 12-də 1-ə. Buradan Ceyhunu istəyir bizdən. Gətirib yerinə qoyaram. Deyərəm 12-də 1 üstəgəlsin, C-də 1 bərabərdir 6-da 1-ə. Bunu bu tərəfə keçirəndə olur C-də 1 bərabərdir 6-da 1 çıxılsın 12-də 1-ə. Bu da bizə verəcək 6-da, ortaq məxrəci 12 götürərəm, 12-də 1. Yəni C-də 1, 12-də 1-dirsə C-də bərabərdir 12. Deməli, Ceyhun tək başına 12 günə görəcək. 73-cü sualda fx-dir 2x üstəgəl 5-dir. Jx də x kvadratı çıx 2-dir. Bizdən mürəkkəb funksiyanı deyir. Yəni f içərisində j 1 olsun. Yəni öncə j-nin yerinə 1 qoyuruq x-in yerinə. Jx-imiz nədir? X kvadratı çıxılsın 2-dir. Bu da eləyir 1-in kvadratı çıx 2 bərabərdir -1. Deməli, burada f-in yerinə -1 qoyub yazacağam. Yəni, nədir f -1 qoysaq? 2x üstəgəl 5-dir. Gətirib yerinə qoyanda 2 vur -1 üstəgəl 5. Bu da bizə verəcək -2 üstəgəl 5, yəni 3-ü. Qabarıq 11 bucaqın daxili bucaqların cəmi neçə dərəcədir? Daxili bucaq cəmi necə tapılırdı? 180 vurulsun m-2 düsturu ilə. 11-i yerinə qoyanda 180 vurulsun. 11 çıxılsın 2, yəni 9. Deməli, 180-i vuracaq 9-a eləyəcək 1620. Ədəd oxu üzərində 2A-1 ədəd hesablama başlanğıcının 9 vahid məsafədədir. Məsələn, bu hesablama başlanğıcımdır. Buradan 9 vahid məsafədə, yəni plus 9 olanda 2A-1, bu tərəf olanda 2A, deməli, minus 9 olanda 2A-1. Belə deyək də. Bir dənə tam oxuyaq. Anla ala biləcək qiymətlərin cəmini tapın. Aha. Deməli, bir dəfə biz nə edəcəyik? 2A-1 hesablama başlanğıcından dediyi üçün 2A-1-i bir dəfə 9-a bərabərləyəcəyik. Bir dəfə də -9-a. Burada eləyir 2A bərabərdir 10, A bərabərdir 5-ə. Burada da 2A bərabərdir -8, A bərabərdir -4-ə. 5 ilə -4-ün cəmi bizə verəcək 1-i. Bərabərsizliyi ödəyən böyük tam ədədi tapın. Birinci, burada hər tərəfi 3-ə vuraram. Alacaq nə? X çıxılsın 3x üstəgəlsin 3 böyükdür -15-dən. Baxın, hər bir həddi vurdum 1-1-3-ə. -2x böyükdür. Bunu bu tərəfə keçirəm -18-dən. X də baxın, qabağı mənfi olduğu üçün işarə dəyişir. X də kiçikdir 9-dan. -18-i -2-yə böyüdüm. Bərabərsizliyini ödəyən ən böyük tam ədədi istəyir. -9-dan kiçik ən böyük ədədimiz nədir? 8. 77-ci sual. 5-də x plus 1 üstə gəlinsin. X-də 2. Bizə deyir ki, bu tənliyi həll eləyin. Öncə hər tərəfi 10-a vuraram. Baxın, birincini 10-a vursaq eləyir. Nə? İkincini də 10-a vuraq.
Üçüncünü də ona vururuq o zaman. Birincini ona vuranda burada 2 qalır. 2x üstəgəl 1. İkincini vuranda 5 qalır. 5x bərabərdir 100-ə. Bunu bu tərəfə keçirəm. 7x bərabərdir 99-a. İndi 7x 99-dursa, x nəyə bərabərdir? 99-u böləcəm 7-yə. Burada bəlkə birdən suala bir daha baxaq. Çünki belə bir cavab yaza bilməyəcəyik axı biz. Bəlkə sualda nəsə səhvlik var ya da bir dənə də sual işləyim. Çünki bu formada yazmaq olmayacaq deyə açıq sual daxil. Bir dənə də baxaq. Deməli, nə verib bizə? Bizə verib ki, bu 5-dirmi, 3-dürmü tam bilmədim. Burada yaxşı düşməyib. Bəlkə də 3-dür. 3-lə hesablayaq. Bir dənə onu da hər tərəfə 6-ya vuraq. 2x plus 2 bərabərdir. Mən bayaq qabaqda 2-ni vurmamışdım. Aha, indi bildim səhvimi. Deməli, nə olur? Hər tərəfi 10-a vuranda 1-ə düşür. 2x plus 1 üstə gəlsin. 5x bərabərdir 100-ə. Buradan olur 2x üstə gəl 2 üstə gəl 5x bərabərdir 100-ə. Biz bayaq burada 1 yazmışdıq. 7x bərabərdir 98-ə. İndi bölək görək tam düşəcək yəqin ki. 98-i bölsək 7-yə, x də bərabərdir 14-ə. Deyirəm axı. Tərəflərin nisbəti 13, 13, 24, 13 bucağın perimetri 150-dir. Deməli nə? 13x üstə gəl, 13x üstə gəl, 24x bərabərdir 150-yə. Öncə toplasaq 13 ilə 13-ün cəmi 26, üstünə də 24-ü gəndə eləyir 50. 50x bərabərdir 150-yə, x də bərabərdir 150-ni bölürəm 50-yə eləyir 3. Sahəsi neçə santimdir? Deməli, bu bərabər yanlı üçbucaqdır. Tərəfi də nədir? 24 vur 3. 72-dir oturacağı. Yan tərəflərdə 13 vur 3. Yəni 39-dur. Bizə deyir ki, sahəsini tap. Buradan bir dənə hündürlük çəksəm. 72 yarıya bölünəcək. 36, 36 deyə. Mən də 39-un kvadratından, yəni 1521-dən çıxsam 36-nın kvadratını, yəni 1296-nı, bu bizə nəyə verəcək? Deməli, 1521-dən, bu bizə verəcək 225-i. Deməli, bura hündürlüyümüz 15-dir. Və salam. H-ı tapdıq 15. S bərabərdir AH 2-də 1, 72 vur 15. Bu da eləyir 36 vurulsun 15. 36-nı da 15-ə vursaq eləyir 540. Yəni, uşaqlar, bu tip suallarda herondan da gedə bilərsiniz. Amma bu da hasantdır da. Çünki bərabər yanlı üçbucaqda hündürlüyü tapmaq olar. Qonşu bucaqların fərqi 30-dur. Deməli, cəmi 180-dir. Alfa plus beta 180-dir. Alfa minus beta 30-dur. Tərəf-tərəfə toplayanda 2 alfa bərabərdir 210-a, alfa da bərabərdir 105-ə. Beta bərabərdir 75-ə. Bu bucaqlardan kiçik olanından neçə faiz artırsaq, böyük bucaq alınır. Deməli, kiçik olanı neçə faiz artırsaq, böyük bucaq alınır. Onda kiçiyi 100% götürək, böyük 105-i də x faiz götürsək. Görək nə verəcək? Deməli, 105-i belə 105-i vuracaq 100-ə, böləcək 75-ə. Olur 140. X bərabərdir 140. Deməli, 40% artırarıqsa, böyük bucaq alınacaq. 80-ci sualına, çevrənin diametrinin ucları M-lə N nöqtəsidir. Məsələn, bu mənim çevrəmdir. Diametri bura 7 ilə 9-dur. Bu hissədə mənfi 23 ilə 19-dur. Gəlin MN nöqtəsini tapaq. Bu da eləyir nə? Mənfi 23 çıxılsın 7-nin kvadratı, üstə gəlsin 19 çıxılsın 9-un kvadratı. Bu da bərabərdir. Kök altında 30-un kvadratı 900, üstə gəl 10-un kvadratı 100, 400. Bu da eləyir 20. Deməli, diametr 20-dirsə, radius 10-dur. Nöqtələri mənfi 5, 3 nöqtəsini çevrənin mərkəzinə qədər olan məsafəni tapın. İndi deyir, haranı istəyir bizdən? Bu nöqtəni tapdıq. Radiusu tapdıq. Bəs orta nöqtəni necə taparıq? Çünki bizə deyir ki, MN nöqtələridir. Mənfi 15 ilə 38 nöqtəsindən çevrənin mərkəzinə qədər olan məsafəni tapın. Öncə heç bizdən radiusu istəmilmiş, amma yenə də problem deyil, tapdıq, ən az bunu bildik. Deməli, indi bizdən əslində nə istəyir? Baxın, biraz tələsdik oxumağa. Deməli, çevrənin öncə orta nöqtəsini tapmalıyıq. Orta nöqtə olduğunu hardan deyirəm? Çünki radiusu yarı-yarı bölür axı. Deməli, bura 7, 9-dursa, bura mənfi 23, 19-dursa, orta nöqtə necə tapılır? Mənfi 23 ilə 7-ni cəmləyərəm. Eləyəcək neçə? Deməli, 23-dən 7, mənfi 16. Mənfi 16-nın da yarısı eləyir mənfi 8.
Və 9 ilə 19-u cəmləyərəm. Eləyəcək 28, yarısı da 14. Bizim mərkəz nöqtəmizi tapdıq. Hər hansısa bir nöqtədən, məsəl üçün hardan? -15 deyək ki, 38 nöqtəsindən. Bura kimi olan məsafəni istəyir. Bu qıraqda da ola bilər, yəni çevrənin radisi olmaz. Məsafə necə tapılırdı? Yenə neyniyəcəm? Neyniyəcəm burada? -15-dən -8-i çıxıb kvadrata yüksəldəcəm. Üstünə gələcəm 38-dən 14-ü çıxıb kvadrata yüksəldəcəm. Deməli, -15-dən 18, -15-dən -8-i çıxanda qalır -7 kvadrat eləyir 49, üstə gəlsin. 38-dən deməli 38 veribdir. Aha, 38-dən 14-ü çıxırıq 24, 24-də 24-ə vuranda 576 eləyir. Kök altında deməli kök altında 576 ilə 49-un cəmi də bizə verəcək 73-ü. Bizdən bax bu məsafəni istəyirdi. Biraz uzun sualdır. Keçirik sonuncu sualımıza. 81-ci sualda deyir ki, ABCD paraleloqramdır və FK AD-yə paraleldir. Aha, A'dan deyək ki, məsafə 24-dür. O zaman biz yiyəcəyini tapa bilərik də. 24-dən 16 çıxırıq. Nə qalasıdır? 8. Deməli, yiyəcək 8-dir. Sonra FK başqa nəyi tapa bilərik? Deməli, deyir ki, bizə A'dan F-ə kimi məsafə 18-dir. Sonra C'dən K-yə kimi məsafə 6-dır. F'ye üstə gəl K-nı tapın. Buraya X olsun, buraya Y olsun. Burada oxşarlıqla geçsək. Desək ki, bura alfadır, bura alfadır. Zaten F bucağı burayla bura eynidir. O zaman nəyi tapa bilərik? Məsəl üçün, bura X desəm. Deyirəm ki, B qabağındakı X-in D qabağındakı 18-ə nisbəti 16-nın 24-ə nisbətindən eyni olmalıdır. Buradan ixtisarlarımızı aparsaq, 6-ya ixtisar eləyərəm. Burada qalacaq 3, bunu 6-ya ixtisar eləyəndə qalacaq 4. Bununla da bu 4-ə gedir, X də bərabər olur 12-yə. Deməli, buradan FY-ni tapdıq. FY 12-dir. İndi FY 12-dir, 18, 12. Bizə qalır bir dənə DK-nı tapmaq. DK-nı bəs necə tapa bilərik? DK-nı da, baxaq görək. Aha, DK-nı da BCD üçbucağına görə taparam. Deyərəm ki, bura paraleldir axı. Bura bütöv nə qədərdir? 24-dür. Bura 6-dır. Başqa nə bilirik? Aha, burada deyirik ki, neçə tapmışdıq? 12. Deməli, bu xətti silək. Aha, indi tapa bilərik də. Burada olsun, bu hissədə olsun. Yine adlandıraq görək nəsə var, ortaq bir şey. Məsələn, bura alfadır, bütöv üçün də alfadır. Sonra bura betadır, bütöv üçün betadır. Ha, yox, bilmirik. Digər tərəfləri ona görə tapmaq biraz çətin olacaq. Biz ABC üçbucağından geçsəydik, bəlkə tapmaq daha rahat olardı FK-yə görə. Amma FK-nın uzunluğunu bilmirik. Paralellik sadəcə bilirik. Davamında nə edərik? Deməli, biz buradan bu xətti uzatsaq. O zaman bura paralelliyə görə 6-dırsa CK, bu hissədə, B-dən bu xəttə kimi olan hissədə 6 olacaq. Və burada X deyək. Elə bu X-ımız DK-yə bərabərdir də. Gəlin, burada bu şəkli qıraqdan çəksək, nə edərik? Burada bir oxşar üçbucaq yaranacaq. Məsələn, bura 18-dir, bura 12-dir, bura 6-dır, bura 16-dır. Deyərəm, bura alfadır, bura betadır. Bu paralelliyə görə burada betadır, bura gammadır, burada gammadır. İndi gamma qabağındakı X-in digər gamma qabağındakı 6 plus X-in nisbəti bərabərdir. Beta qabağındakı 18-in, beta qabağındakı 18 üstə gəl 12, yəni 30-a nisbəti. 18-dən 12 6-ya ixtisar eləyərəm. Burada 5 qalar, 3 qalar. Çarpaz vuranda 18 üstə gəl 3x bərabərdir 5x-ə. Bunu bu tərəfə keçirəndə 2x bərabərdir 18-ə. X də bərabərdir 9-a. Yəni KD-ni də 9 olduğunu tapdıq. Çünki KD A buradan O desək, A O ilə paraleldir, eyni olur ona görə. Bizdən 12 ilə 9-un cəmini istəyir, verəcək bizə 21.